Müğənni Nazərin Salayeva cənub zonasındakı bayramqabağı bahatlıqdan söz açıb. Sənətçi bu haqda qonaq olduğu Xəzər axşam verilişində danışıb. Nazərin bildirib ki, orada satılan balıqların qiyməti 500 manata çatır. Cənub zonasında balıq qıtlığı yaşanır. Balığın qiyməti qalxıb kəllə çarxa. Qiyməti 500 manatdır. Həsrin satan kim, üzüyün satan kim, onlar satıb balıq alırlar.